Allah Resulü buyurur ki sallallahu aleyhi ve sellem, imamdan qabaq başını qaldıran qorxmur ki Allah onun başını, uzun qulağın başına çevirər. Bəzi adamlar var, namaz qılanda ya imamla bərabər gedir namazın hərəkətlərində və ya imamdan qabaq edir. Geri olmaz. Alimlər buyururlar ki, bu cür namaz qəbul deyil, bu cür namaz batıl olur. İmamı qabaqlamaq olmaz. İmam rüküyə getməmiş, rüküyə getmə. Rüküdən qalxmamış, sən də qalxma. Ya səcdə etməmiş, səcdəyə getmə. Və ya səcdən qalxmamış, sən də səcdədən qalxma. İmamla bərabər getmək belə bəyənilmir. O ki, qala hələ imamı qabaqlayasan. İmamı qabaqlayan, beləsinin namazı yoxdur. Görsən, bu da şiddətli hədislərdəndir, təhdid hədislərindəndir. Belə etmək olmaz. İmam nə üçün seçilib? Ona tabi olaq deyə. Nədir Allah Resulü? Təkbir gətirən təkbir gətir. Rüküyə gedən rükü elə. Səmiyallahu limen hamidah deyəndə siz deyin Rabbana və ləkəl hamd. Ondan sonra eləyin də bu şeydə hərəkətləri. Onunla bərabər eləməyin və ya ondan qabaq eləməyin. Ondan sonra eləməlisən. Çox da geri qalmamalısan. Bəzi adamlar var görürsən, səcdəyə gedir, çox qalır səcdədə. İmam səcdədən qalxıb artıq qiyama Fatihəni oxuyur. Bu hələ səcdədədir. O cür çox qalmaq da olmaz. O Fatihəni bitirib rüküyə getsən, həmin rükətin yoxdur. Ya rüküyə gedib, rüküdən qalx, bu hələ rüküdədir. İmam səcdəyə gedib, bu rüküdən qalxır, tez sözün deyə sonra gedir səcdə edir, doğru eləmirsən. Nə çox geri qal, nə qabaqla, imamdan sonra elə. O etdi, sən elə. Və onunla bərabər də getmə. Yəni bəzən görsən bərabər gedir. İmam gedən kim bu da gedir. Yox, bərabər getmir. Düz bəyənilmir, məkruhdur. Amma hər bir halda etməməyin yaxşıdır. Sən imamdan sonra elə. Ona görə imamı qabaqlamaq olmaz, qadağandır. Hədis şiddətli hədislərdəndir, təhdid hədislərindəndir və beləsinin namazı da batildir.